Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə çox ləzzətli yumuşaq ballı tortu necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Öncə iri həcmli bir qazana balımızı əlavə edirik. Daha sonra üzərinə şəkər tozunu əlavə edirik. Mən iri ölçülü tort bişirdiyimə görə ərzaqların miqdarını açıqlama qismində qeyd edəcəm. Arzu edənlər ərzaqları ikiyə bölüb, yəni biraz daha kiçik ölçülü hazırlaya bilərsiniz. Şəkər tozu və balın üzərinə kərə yağı, bir çimdik duz və şəkərli vanilin əlavə edib keçirəm qazın yanına. Yəni qazın az xodunda qazanımızı qazın üzərinə qoyuruq. Mütləq qazanımızın altı qalın qazan olmalıdır ki, bal, şəkər tozu yanmasın. Və bunu yavaş-yavaş əridirik. Və artıq yağlar hamısı gördüyünüz kimi əridikdən sonra indi üzərinə bir xörək qaşığı çay sodası əlavə edirəm. Yəni mütləq çay sodasından istifadə edirik və limona ehtiyac yoxdur. Yəni söndürməyə ehtiyac yoxdur. Balda soda özü sönəcək. İndi yaxşı-yaxşı qarışdırırıq və videoda, gedişatda da gördüyünüz kimi artıq kütləmiz həcmi artmağa başlayıb, yəni köpürür və biz dayanmadan qarışdırırıq. Rənginin açıq olmağını istəyən xanımlar artıq bu mərhələdə, yəni qazın altını söndürə bilərsiniz. Ancaq mən biraz daha tünd rəngli olmağını istədiyim üçün göstərdiyim qaydada dayanmadan qarışdırıram. Və nəticədə bu cür karamelli rəngini aldıqdan sonra mən artıq qazın altını söndürürəm və ilk istisi gedənə qədər hardasa bir neçə saniyə ərzində, yəni 1 dəqiqəyə yaxın müddətdə, yəni qarışımı qarışdırmağa davam edirəm və qoyuram bir balaca soysun. Və artıq soyduqdan sonra mən sizə göstərmək istəyirəm. Bu hardasa bir 10 dəqiqə sonra. Baxın, qarışımımızın halı bu cür, axıcılığı bu formadadır. Və indi keçək biskvitimizi hazırlamağa. Bunun üçün öncə mikserin qabına 8 ədəd kiçik ölçülü yumurta əlavə edirəm. Əgər sizdə yumurtaların ölçüsü iri ölçülü olarsa, o zaman 6 ədəd yumurta kifayət edər. Və yumurtalar bir balaca çırpıldıqdan sonra, yəni çırpıb ağartmaq ehtiyac deyil, sadəcə tam həll qarışdıqdan sonra üzərinə hazırladığımız qarışımı əlavə edib yaxşıca qarışdırırıq. İndi üzərinə unu əlavə edirik. Mən ümumilikdə 700 qram un eləmişəm və ilk öncə əlavə edərkən çəkməyi unutmuşam. Yəni 700 qram unun 600 qramını mən hissə-hissə əlavə etdim və məndə 100 qram un artıqlıq etdi. Yəni siz də mütləq mənim kimi yoxlayaraq əlavə edəcəksiniz və mən indi sizə xəmirin hansı axıcılıqda olana qədər unu əlavə etməyinizi göstərəcəm. Baxın, görürsünüz, bu cür yumuşaq, axıcı xəmirimiz alınıb və xəmirimizi bu cür əlavə edərkən ən azı 1-2 saniyə ərzində, baxın, bu cür naxışlar görsənirsə, forma itmirsə, deməli artıq xəmirimizin axıcılığı yaxşıdır, yəni daha artıq una ehtiyac yoxdur. Və mən kütləni 4 bərabər hissəyə bölürəm. Mən hamısını gözə yarı böldüm, ancaq dəqiq olmağını istəyən xanımlar, yəni tərəzidən istifadə edərək də rahatlıqla bölə bilərsiniz. Və gördüyünüz kimi artıq 4 ədəd eyni qabda, eyni qədər biskvitlərimizin xəmiri hazırdır. İndi keçək biskvitimizi hazırlamaq üçün sobanın qabını hazırlamağa. Öncə azacıq biraz su əlavə edirəm və yağlı kağızı sərirəm ki, xəmirimizi yayarkən yağlı kağız, yəni listdən aralanmasın, yaymaq bizim üçün daha rahat olsun. Və indi qablardan birini qabın içərisinə boşaldaraq, yəni gördüyünüz kimi çox yumuşaq xəmirdir, yəni axıcılığı. Ona görə də yəni qaba çox rahatlıqla, yəni həqiqətən heç bir əziyyət çəkmədən rahatlıqla qaba yaymaq olur. Və göstərdiyim qaydada bu cür nazik olacaq şəkildə sobanın qabına yaxşıca hər tərəfinə bərabər olacaq şəkildə yayıram.
Mən öncədən sobanı 180 dərəcədə isitmişəm və 180 dərəcəli sobada 10 dəqiqə ərzində xəmirlərimizin hamısını eyni qaydada hazırladım. Və sobadan çıxartdığım xəmirlərin elə isti kənar hissəsini dört tərəfini də kəsib çıxardıram. Bunu üzərinə ovuntu olaraq istifadə edəcəyik və sobanın kənar hissəsində, yəni listin kənarlarında soba qabının nazik olan hissələrini çalışıram kəsim çıxardım ki, digər hissələr, yəni eyni qalınlıqda, yəni orta hissəsi eyni qalınlıqda olsun. Mən sizə burada xəmiri də necə rahatlıqla ayrıldığını göstərmək istəyirəm. Xəmirimiz çox belə yumşaq, yəni həqiqətən çox ləzzətli. Sadəcə belə də yemək üçün çox dadlı biskvit alınır. Və kağızdan da çox rahatlıqla ayrılır. Xəmirin tərkibində kərə yağı olduğuna görə, yəni kağıza da yapışma halı olmadı qətiyyən, yəni çox rahat bir şəkildə, yəni xəmirimiz, baxın bu cür belə yumşaq xəmirimiz alındı. Və mən eyni qayda ilə bütün xəmirlərimizin, yəni 4-ünü də eyni qaydada hazırladım. İndi isə keçək tortumuzun kremini hazırlamağa. Deməli, krem üçün mən 500 ml 33%li qaymaqdan istifadə edirəm. Qaymaq mütləq soyuducudan soyuq halda olmalıdır. Yəni, əgər qaymağınız isti olarsa, o zaman çırpıldığı zaman qaymaq bərkiməyəcək. Və üzərinə 3 dolu xörək qaşığı təpələmə qatılaşdırılmış süd əlavə edirəm. Yəni, bu sizin zövqünüzə görə biraz az, biraz çox ola bilər. Yəni, mütləq kreminizin dadına baxacaqsınız və öz zövqünüzə görə yəni tənzimləyəcəksiniz. Hətta qatılaşdırılmış bişmiş süddən də istifadə edə bilərsiniz. Və bunları bir balaca qoyuram, çırpılsın. Biraz çırpıldıktan sonra, baxın, mən krem pendir dedikdə hər zaman, yəni bütün kremlərimdə eyni bu krem pendirdən istifadə edirəm. Yəni, həqiqətən bu krem pendir bərkiliyinə görə, yəni kremi nə sulandırmır, həm də çox gözəl, ləzzətli krem alınır. Yəni, mən heç bir videoda bunu görüntü olaraq göstərməmişdim, ancaq çox maraqlanan xanımlar olduğuna görə rəylərdə adını yazsam da bu dəfə görüntü olaraq özündə göstərmək qərarına gəldim. Və krem pendirdən sonra üzərinə 2 dolu xörək qaşığı təpələmə şəkər kirşanı əlavə edirik. Yəni, şəkər tozundan istifadə etmirik, mütləq şəkər kirşanı. Və şəkər vanil ekstraktı əlavə etdim. Əgər sizdə yoxdursa, normal şəkərli vanildən əvəz edə bilərsiniz. Və artıq kremimiz hazırdır. Baxın, bu cür belə bərk kremimiz alınır. Yəni, çox gözəl kremimiz, həm də ləzzətli kremimiz artıq hazırdır. İndi isə keçək tortumuzu yığmağa. Deməli, tortumuzu yığmaq üçün öncə bir xəmirin altına bir balaca kremdən qoyuram ki, xəmirimiz qabda tərpənməsin və kənar hissələrinə bu cür kağız yerləşdirirəm ki, sonda çıxardarkən tortumuzun kənarları, yəni səliqəli olsun. Və bütün tortların yığıldığı qaydada kremlə bərabər hissələrə bölərək, yəni hər xəmirin arasına eyni qaydada kremlə əlavə edərək tortumuzu yığıram. Bu qədər asan, həqiqətən çox gözəl, yumşaq, ballı tortumuz alındı. Qeyd edim ki, ölçü də iri ölçülüdür, yəni sobanın listindən özünüzə gördünüz, iri ölçülü soba listinin sadəcə bir balaca kənarından çıxartmışam. Yəni, əgər kiçik ölçülü hazırlamaq istəsəniz, xanımlar, ərzaqların miqdarını 2-yə bölüb, hər listə bişən xəmiri də 2 hissəyə bölərək üst-üstə qoyaraq, yəni daha kiçik ölçülü və daha az ərzaqla, yəni tortunuzu hazırlaya bilərsiniz. Mən tortu yığdığım müddətdə, əgər siz videolarımı bəyənirsinizsə, mənə dəstək olmaq üçün videomu like edib şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Bu sizin üçün asan, mənim üçün isə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkürümü bildirirəm. Qeyd edim ki, mən ballı tortu şirə ilə islatmağı sevmirəm, ancaq bunu sevən xanımlar, yəni öz zövqünüzə görə istər qatılaşdırılmış südü su ilə isladaraq əlavə edib, istər də şərbət hazırlayıb, yəni xəmirlərinizi nəmləndirə bilərsiniz. Və mən
xəmirin kənarından çıxan ovuntuları da bu cür blenderin qabına əlavə edərək yaxşıca üyüdürəm və tortumuzun üzərini və kənarlarını örtmək üçün istifadə edirəm. Və artıq xəmirimiz hazırdır. İndi keçib tortumuzun kənarını və üzərini bəzəyə bilərik. Gördüyünüz qaydada mən bir spatula yardımı ilə bu cür öncə kənarlarını, daha sonra üzərini tam örtüləcək şəkildə örtürəm. Bəzən yorumlarda xanımlar məndən kremi dəyişmək, bu cür kremlərdən istifadə etmək olarmı kimi suallar yazırlar. Bəli, gözəl xanımlar, öz istədiyiniz kremlə, istər bişmiş kremlə, istər bu cür mənim kimi qaymaqlı kremlə, yəni istər yağ və qatılaşdırılmış süd ilə hazırlanmış kremlə, yəni öz zövqünüzə görə istədiyiniz kremlə hər tortunuzu yığa bilərsiniz. Həm də öz zövqünüzə görə arasına əlavələr, məsələn, xırda doğranmış qoz və yaxud dondurulmuş albalı dilimləri və yaxud ümumiyyətlə fərqli meyvələrdən, yəni əlavə edərək, yəni xırda dilimlər də arasına əlavə edə bilərsiniz. Yəni bunlar hamısı sizin öz zövqünüzə görədir. Bəzəyərkən də mən bu cür üzərinə trafaret əlavə edərək, yəni belə sadə bəzəkdən istifadə etdim. Şəkər kirşanı ilə şəkərli vanili qarışdıraraq bu cür üzərinə trafaretin üzərindən gəzdirib trafareti götürürəm və artıq tortumuzun bəzəyi hazırdır. Siz də öz zövqünüzə görə istədiyiniz formada hazırlaya bilərsiniz. Məndən bu qədər. Sağ olun, Allaha əmanət olun. Allah hər birinizin evinə bol ruzu bəxş etsin. Hər biriniz istədiyiniz, sevdiyiniz təamları hazırlayıb ailə üzvlərinizlə nuş edəsiniz. Allah o qədər ruzunuzu bol etsin ki, heç kimin gözü, heç kimin qazanında qalmasın. Bir videonun da sonuna beləcə gəldik, çatdıq. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.